6-cı gündür ki, Almaniyada Tofiq Yağublu ilə bağlı etiraz aksiyası keçirdirik. Həm oturaq aksiyası, həm Xarici İşlər Nazirinin qabağında yığılışırıq, burada demonstrasiya da keçirdirik. Onunla bağlı, oradan bizə müsbət cavablar da gəlib ki, yəni bu işlə bağlı tədbirlər görülür, danışıqlar gedilir. Neçə nəticəsi olsa, ictimaiyyətə bizə çatdıracaq. Azərbaycan bu dəqiqə həqiqətən bərbad bir durumdadır ki, bugünkü gündə xalqın bərbad durumda olduğunu görən, məsələn, bugün Tofiq Yağublu kimi, Talib Bağzadə kimi, məsələn, Toplum TV-nin işçiləri olsun, Meydan TV-nin işçiləri olsun. Yəni, bunlar jurnalistlərdir. Bu günləri Azərbaycan hakimiyyətinin simasını ifşa eləməkdən ötürü bu günlər onlar həbsə düşüblər. Bugün də bizim öz boynumuzu, vicdan vəzifəmizdir ki, biz öz rahatlığımıza haram qatmalıyıq ki, bu insanların müdafiəsinə qalxmalıyıq. Demirik İlham Əliyev ki, İlham Əliyev sən kreslodan düş, kreslonu bizə verginə. Biz İlham Əliyev deyirik ki, sən ölkədə ədalətli, demokratik bir seçkilər qurğuna. Məsələn, biz gedir kamplarda görürük, məsələn, hostellərdə görürük ki, Azərbaycan cavan gənclər iş dalıcan gəlir bura, biri-birinin üzərində yatırıb dururlar. Yəni, biz istəyirik ki, normal Azərbaycanda yaşayış olsun, buradan Azərbaycandan niyə gəlməlidir, Almaniyada işləməlidir? Hələ Avropanın içində yaşaya-yaşaya insanlar qorxu içində yaşayır. Yəni, nifrət var, ancaq cəsarət yoxdur. Yəni, insan cəsarətli olar, yəni etiraz elə. Baxırsan, görürsən ki, bilir abi, insanlar şərlənib, tutulur. Ancaq daxildə olan nifrəti aşkara biruzə verdirə bilmir, qorxur, çəkinir.